Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 31 yanvar 2026-cı il. Bu arxanadakı pətəkləri, yəni yeşikləri hər birini özüm hazırlamışam. Çox çətinliklə əvvəllər çəkic, mişar, bir də mismar ilə. Sonralar artıq şurup bağlayan, nə bilim, avadanlıqlar. Hər biri də mənim üçün çox qiymətlidir. Bu yeşiyi isə ilk dəfə təxminən bir 20 il bundan əvvəl arıçılığa başlayanda almışam. Yəni bu təzə olmayıb, köhnə bir yeşik olub. Mən alanda istifadə olunmuş yeşik olub. Bəlkə də bir 50 ilin yeşiyidir bu. Baxın dostlar, sınıq salxaq hələ də saxlayıram. İçərisində də arılar da baxın necə inkişaf edir. İndi isə gedək sizə arı evciyi haqqında məlumat verim. Arı evciyi nədir? Orada nə proseslər baş verir? Neçə arı ailəsi var? Nə kimi müalicəvi effekti var? Onun haqqında sizə məlumat verəcəyəm. Bunu nə üçün göstərirəm? Baxın, bunları da özüm hazırlamışam. Çünki bir neçə il bundan əvvəl mənim YouTube kanalımda bir şərh rastıma çıxdı ki, bunlar nə yeşiklərdir, bunlardan yaxşısını düzəldərəm. Nə bilim, valla, kimin ağlına nə gəlir yazır bəzən. Yaxşı ki, mənim izləyicilərim bilirlər. Yəni, mən insanları maarifləndirirəm, arıçılığa həvəsləndirirəm. Yəni, məni izləyənlərin sırasında çox nadir tapılan olur ki, ağılsız nəsə yazsın. Yəni, demək olar ki, yoxdur. Bir nəfərdən başqa. Bir nəfər var, o da ki, inşallah onun haqqında da yenə də bir video süjet çəkərəm. Bir dəfə onun lələklərini yayda yonmuşam. Odur ki, dostlar, insanın nəyə qadir olduğunu bilmədən nəsə fikir söyləməyin. Gedək indi arı evciyinə, onun tam təfərrüatı ilə sizə məlumat çatdırım. Bir daha salamlayıram bütün dostları, bütün izləyicilərimizi. Deməli, dostlar, arı evciyi çox paylaşmışam, amma bugün sizə bütün xırdalıqlarına qədər izah edəcəyəm. Gənc arıçılar bilmirlər, nəinki gənc, hətta kifayət qədər təcrübəsi olan arıçılar belə anlayışları yoxdur. O arı evciyindən. Yəni, arı evciyi nədir? Bütün dünyada arıçıların arzuladığı bir proyektdir. Yəni, hər bir arıçı bunu arzulayır. Mənə də Allah nəsib etdi, öz əllərimlə, öz fantaziyamla meydana gətirdim, ərsəyə gətirdim. Yəni, arı evciyi fərqli ölçülərdə ola bilir. Hər kəsin öz fantaziyasına, hər kəsin öz dizayn işlərinə görə hazırlayır. Amma mən bunu hazırladım. Necə? Bunun içərisində 11
arı ailəsi yerləşir. Hər bir arı ailəsi də 18-20 çərçivəlikdir dostlar. Demək, bunun məqsəd nədir? Arı evciyi, arılar burada yerləşdirilib. Beş arı ailəsi bu tərəfdən, 5 arı ailəsi digər tərəfdən yerləşdirilib və bir ədəd də baxın baş tərəfdən. Hər birində deməli ventilyasiya setkalar qoyulub ki, bu ventilyasiyalardan nə üçündür? İndi onu da sizə izah edəcəm və buradan da ventilyasiya dəliyi qoyulub. Məsələ nədir dostlar? Arılar bu evin içərisində bizi görməyəcək. Yəni arıların uçuş bacaları çöldəndir. Yəni hər iki tərəfdən arılar uçuş bacası var, arıların uçuş bacası var və arılar çölə işləyəcək. Sadəcə inkişaf dövründə, yaz və yay aylarında hər bir arı ailəsində təxminən 18-20 çərçivə dolu arı olacaq və insan gün ərzində saat yarım, 2 saat burada uzanmaqla, yatmaqla həm arıların havasını, nəfəsini, həm balın qoxusunu, həm propolisin qoxusunu, arı südünün qoxusunu, yəni bütün bu yeşikdə, pətəkdə olan o ventilyasiya, arıların o havası bu aşağıdan, bu yandan və üstdən ventilyasiyalardan çıxacaq. İnsan bununla nəfəs alır və yuxuya gedər. Yəni arılarla yuxu. Sanki arıların bu havası və onların o vıcıltısı insanı yatırdacaq, yəni yuxuya gedəcək. Bu da bütün dünyada sübut olunmuş bir elmdir. Yəni arı müalicəsi, arı ilə müalicə. Bu çox yəni xəstəliklərə bir kömək olur. Həm də ki dostlar, insanı təsəvvür eləyin ki, təpədən dırnağa kimi yeniliyir. Elə bir ki, sanki telefona perizagruska verilir. Bax, o cür. Burada yəni 2 nəfər sərbəst, rahat girib, hətta 3 nəfər də olar. Yəni indi göstərərəm, bu stol qalxır. Bir nəfər bu cür, 2 nəfər bax belə uzana bilir. Baxın, həsiri götürəndən sonra bu ventilyasiyalardakı, yuxarı ventilyasiyalardakı hava da çıxacaq. Bax, burada da havalanma, o arıların o qoxusu iyi çıxır. Və insanı müalicə edir dostlar. Bunun da ki çox dünyada fərqli üslubda hazırlanıb. 3 ailəlik var, 6 ailəlik də var, 5 ailəlik də var. Kim nə qədər bacarır. Mənim isə hazırladığım bu arı ailəsində içəridə 11 arı ailəsi yerləşir. Çöldə isə, yəni dəhlizdə 2 ədəd də orada şüşəli 9 çərçivəlik arı ailəsi hazırlamışam ki, həm də orada maska taxıb oturub o arının nəfəsini də almaq olsun. İndi dostlar, bütün bunlar yandan asan gələ bilir, amma çox çətin, çox xırdalıqlar, hər bir ölçü, hər bir xırdalıq insanı yorur. Yəni bu da mənim illərlə arzuladığım bir iş idi. Şükür Allaha, onun da öhdəsindən gəldim. Təbii ki, yaxşı dostlara da Allah can sağlığı versin. Dünyada apidom, arı evciyi çoxdur,
fərqli üslubdadır. Mənim hazırladığım, baxın, arı evci isə tamamilə başqa bir şeydir, başqa bir aləmdir. Yəni burada həm təbii həsirdir, hər bir yeri döşəməsinə kimi həsirlə işləmişəm. Təbii ki, bu izolyasiya olunub, termos kimi, yəni yayda həddindən çox isti olur. Yəni o istiliyi insan burada hiss eləməsin. Yəni arı həqiqətən möcüzədir dostlar. Arılar bizə o qədər şeylər verir ki, amma insan nankordur. Hələ də yəni saxtakar insanlar, saxtakar arıçılar var. İndi onlarla da işim yoxdur. Demək arının baxın bu ventilyasiyadakı necə deyirlər, bu insana əlavə bir enerji ötürür. Öz enerjisini insana ötürür arı dostlar. Yəni təsəvvür edin, xırda bir canlı bir saniyə ərzində 200-dən yuxarı qanat çırpır. Yəni bir saniyə ərzində 200 dəfə qanat çırpır. İndi görün ki, buradan milyonlarla arılar yerləşdirilib. Onların havası, onların ventilyasiyası bu balaca bir yerdə insan onu qəbul edəcək. Müalicə prosedurunu keçirəcək burada dostlar. İndi vallahi təbii ki, buna biraz savad da lazımdır, buna ağıl da lazımdır, buna fantaziya da lazımdır, buna dizaynerlik də lazımdır. Yəni bu da həsirdən hazırlanıb. İçərisi də təbii samandır. Təbii samandan doldurmuşam ki, burada uzananda insan başını qoysun. Həm də ki, buradakı abu hava bambaşqa bir şeydir dostlar. Yəni mən demişdim ki, elə bir şey hazırlayaram ki, dünyada ondan olmasın. İndi bundan sonra bəlkə də baxıb hazırlayacaqlar bu stildə, onu deyə bilmərəm. Amma baxın, hər bir şey ölçülüb, biçilib, hər şey dəqiqliyi ilə hazırlanıb və baxın. Baxın, bu da bizim təbii balımız. 2 növdə balımız xarlanıb, necə də biologiyasında yazıldığı kimi qalıb burada. Bu da ki, təbii mum. Bu da bizim zaman qatarımız. Hə dostlar, bu da bacardığım qədər sizə məlumat çatdırdım. Çünki bəzən bilmirlər. Yəni təbii ki, gənc arıçıdır, gənc ümumiyyətlə heç arıçı olmayanda bundan anlayışı olmur. Elə bilirlər ki, adi bir evcikdir. Yox, bu xüsusi müalicəvi bir arı evciyidir dostlar. Yəni arılar çöldən işləyəcək, biz burada istirahat edəcəyik, müalicə alacağıq. Yəni həqiqətən çox mükəmməl, gözəl bir işdir, gözəl bir proyektdir. İnşallah hələ burada görüləsi dizayn işləri hələ çox qalıb. Sadəcə gücüm, vaxtım olmadığına inşallah onları da tamamladıqca sizinlə paylaşaram dostlar. Sağ olun, özünüzü qoruyun.
Yəni burada da dostlar 3 çərçivəlik, 3 mərtəbəli bir ailə olacaq. Dadan çərçivələr 9 ədəd yerləşir. Ruto 23-lük çərçivə isə 4 mərtəbə yerləşir, 12 ədəd. Həmçinin bu tərəfdə də.